Salamlar hər kəsə. Bu videoda biz 2025-ci ilin ikinci cəhdinə düşmüş informatika suallarının izahına baxmış olacaq. Vaxt itirmədən ilk sualdan etibarən başlamış olaq. Deməli, forma ilə işləmək rejimləridir. İndi daha yaxşı bilməyimiz üçün birinci elə aksesi açaq. Həmin bu forma ilə əlaqəli olan hissəni görmüş olaq bu hissədə. Ümumi olaraq yadda saxlayın, standart olaraq bizim bu pəncərə databaza, bilirik ki, faylimizdən databazadır. Bunu da data sheet kimi görəcəyik biz. Yəni, ən əsas görünüşümüz o şəkildədir. İndi forma yaradaq bir dənə. Yes eləyək. Yes eləyək. OK elədik. Baxın, bu dəqiqə formanın əlaqəli hissəyə keçid eləmişik. Bu hissənin adı gedəcək table layout. Form view və yaxud da elə biz ona bir növ data sheet də demiş olacaq. Yəni cavablarda bunu götürməliyik mütləq. Əlavə olaraq başqa nə görünüş rejimi var? Layout view və bir də design view. Yəni cavab kimi burada layout view, design view-nu götürsək 2, 5, 6, bir də data sheet view cədvəl görünüşü C variantı çıxır. Baxın, forma özü bir ayrı obyektdir aksesdən. Yəni forma ayrı bir obyektdirsə, orada report view, yəni başqa bir obyektin görünüşü niyə olsun? Və yaxud da query view, başqa bir obyektin, sorğu obyektin görünüşü niyə olsun? Məsələn, siz avtomatik olaraq burada 3 və 7-ni atmalısınız. 3 və 7-ni atmalısınız. Əlavə olaraq 4-ü atmalısınız. Print preview, yəni çapa ön baxış. Çapa bir növ ön baxış elə hesabatla əlaqəli hissələrdə daha ön plana çıxan bir şeydir. Biz çünki deyirik ki, hesabat görünüşündə, daha doğrusu hesabat obyektində biz çapla əlaqəli hissələri keçid edirik bir növ. Yəni ona görə print preview daha çox formaya uyğun gəlmir. 4 variantını da atsaz, qalır elə avtomatik olaraq C variantı. Yəni məntiqi olaraq da bunu bilməsəz belə cavab kimi göndərə bilirsiniz, göstərə bilirsiniz. 22. Elektron cədvəldə B sütunun enini həmin sütunda yerləşən ən uzun mətnin eni ilə necə bərabərləşdirmək olar? Bunun üçün Excel-i indi açacaq. Hamısını praktiki olaraq göstərəcəm ki, qoy sizdə rahat yadda qalmış olsun. Excel-ə gəldim. İndi bəzən elə olur ki, biz yazı yazanda həmin yazımız sətrin özündə. Həmin bu xananın sütununa sığmır, xananın eninə sığmır. Məsələn, yazı yazdıram bu qədər. Baxın, fikir versəz, bizdə A sütununa sığmadı. Nə edirsiniz? Gedirsiniz A ilə B-nin arasında bunu onların arasındakı o xəttə gələrək uzadırsınız, dartırsınız o yan bu yana. Və yaxud onun üzərində 2 dəfə klikləyirsiniz, avtomatik uzanır ən böyük yazıya uyğun olaraq. İndi eyni şey B-yə də aiddir. Məsələn, mən B-də bir şey yazdımsa, avtomatik B sütunundakı ən böyük yazıya görə o sütunun enini müəyyənləşdirmək istəyiriksə, B ilə C-nin arasına gəlirsiniz, ya bunu sol kliklə tutub sürüşdürürsünüz sağa doğru, ya da ki, 2 dəfə dalbadal sol kliki basırsınız. Avtomatik özü onu tənzimləyir. Deməli, B sütunun enini həmin sütunda yerləşən ən uzun mətnin eni ilə bərabərləşdirmək üçün B və C sütun başlayan sərhədi üzərində 2 qat klikləməliyik. A variantındakı, yadda saxlayın, nədir? Deyir ki, A və B-nin arasına gəl və sola doğru bunu sıx. Sola doğru sıxanda A daralır. B isə olduğu ölçüdə qalmış olur. Sanın sol düyməsini B sütunun başlığı üzərində 2 qat klikləmək. Baxın, 2 qat klikləyirəm. 2 qat kliklədim. Heç bir şey olmadı. Ən yaxşısı məsələn, qoy bunu bir dənə silim. Yazısını da uzadaq. Məsələn, bir dənə yazı yazaq bura. Baxın, yazı yazdım. İndi yazı yazdım. 2 qat kliklədim. Heç bir şey olmadı. Sonra sanın sol düyməsini A və B sütun başlayan sərhədi üzərində 2 qat klikləmək. Fikir versəz, biz bayaq bunu 2 qat klikləyəndə A sütunu avtomatik enləndi. Yəni B sütununa əlaqəli deyil. Sağ düyməsini B sütunun başlığı üzərində 2 qat klikləməklə 2 qat klikləyirəm sağ kliki. Fikir versəz, kontekst menüdən çıxıb, daha doğrusu daxil olub təzədən çıxmış olur. 2 qat klikləyəndə. Deməli, Y variantda deyil. Bütün variantları da yoxladıq, cavab kimi D variantı oldu. Hansı halda fayl PPSX genişlənməsi ilə yadda saxlanılır? Baxın, burada hal-hazırda mənim kompüterimdə olmalıdır PPSX genişlənməsində bir fayl. Baxın bu. Bu faylın uzantısına da baxaq. Properties. Baxın, hal-hazırda PPSX-dir. Baxın, mən bu fayla girən kimi durub normal bildiyimiz dədə-baba belə slaytlar açılır. Sol tərəfdə slaytlar paneli, orada düzəlişlər eləyə biləcəyim bir yer açılmır. Buna girən kimi avtomatik olaraq məndə nümayiş pəncərəsi açılır. Yəni, bu mənim təqdimatım nümayiş
faylı şəklində yadda saxlanılıb. Yəni mən bu şəkildə bunu təqdim eləyirəm. Baxın, həmin bu təqdim elədiyim şeyləri rahatlıqla burada da görmüş oluram. Deməli, PPSX şəklində yadda saxlayanda nümayiş faylı kimi yadda saxlamaq deməkdir. Ona görə cavab kimi burada həmin o nümayişlə əlaqəli nümayiş etdirmək nəzərdə tutulur, götürməliyik. Yəni, biz digər variantları buna görə atırıq. A variantı deyil. B variantı bilirik ki, hətta burada yazaq, pod x-dir. Yəni, bu şəkildə yazaq. Təqdimat slaydlarını və ya onların strukturunu dəyişmək lazım gəldikdə. Yəni, bu elə normal bildiyimiz PPTX-dir. Yəni, biz burada eləyirik elə strukturla əlaqəli şeyləri, tənzimləmələri. Struktur rejimində yadda saxlamaq lazım gəldikdə. Yəni, bu da elə bir növ həmin bu PPTX-lə uyğun gələ bilir. Ona görə cavab kimi Y variantını doğru götürməliyik. Tamamilə doğru olan budur. İndi 24 Style Lent qrupu hansı lent tabında yerləşir? Word-la əlaqəli sualdır. İndi isə gəlirik Word-ə. Do not save eləyək. Word-ı açırıq. Hamısını bir-bir göstərək. Styles, headinglər, title'lar olan hissədir. Baxın, Home-da Styles hissəsində normal, no spacing, heading 1. Baxın, burada sənin yazının stilləri ilə əlaqəli şeylərdir. Deməli, harada yerləşir? Home tabında yerləşir. Bir çoxumuz burada Styles deyən kimi design ağlımıza gəlmiş olub. Amma dostlar, designda Styles deyil. Daha çox designda görəcəyimiz, fikir versəz, ümumi olaraq dokumentin, yəni sənədimizin formatına əlaqəli şeylərdir. Burada ümumi yazı stilini filan dəyişdirmək, fontu dəyişdirmək var. Amma Styles lent qrupu deyə bir şey yoxdur. Baxın, paragraph spacing belə var bunun içində. Həmçinin page background lent qrupu görürük ki, burada arxa planla əlaqəli işləri görmüş oluruq. Gəlirik, MS Office paketində hazırlanmış sənəd fayllarının kontekst menüsünə hansılar aiddir? MS Office paketində hazırlanmış sənəd faylları, yəni hər hansı bir, məsələn, Word faylı olsun. Word faylı, yəni burada faylla əlaqəli hissəni düşünməliyik. Baxın, faylla əlaqəli hissəni düşünsəz, avtomatik olaraq cavabınız çıxır. Birincisi, baxın, siz gəlirsiniz, ilk olaraq sağ kliki burada gəlin, bir dənə basın. Məsələn, burada bir dənə Word faylınız var. Heç girməyək buna. Sağ kliki bastım. Burada normal Windows 10'lar kimi olana gələk. Show More Options yerinə gör nəyə bastım. Show More Options. Aha. Baxın. Tərkibində fikir versəz nə var? Geridən başlayaraq özəlliklərə baxma, ad dəyişdirmə, delete, silmə, shortcut yaratma, kopyalama, kəsmə, göndərmə, əvvəlki versiyalarına bərpa etmə, paylaşma, yol kimi, yəni bunun bir növ harda yerləşdiyi, location'ın, faylın yolunu kopyalama, məhdudiyyət qoyma, başqa bir proqramlar vasitəsilə açma. Yəni, baxın, fikir versəz, print eləmə, yeni bir sənəd kimi yaratmaq, nüsxəsini elə düşünün ki, nüyünü basanda onun tərkibində olan bütün məlumatlar yeni bir faylda açılmış olur. Edit eləmə, open eləmə. Yəni, baxın, bunları görmüş oluruq. Yəni, create shortcut'ı gördük, shortcut yaratmaq, göndərməyi gördük, amma personalize'ı görmədik. 3 addır, personalize bizdə desktopun kontekst menüsündadır. Pin to start, bu qovluqlarla əlaqəli bir şeydir. Include in library, include in library qovluğumuzu kitabxanaya daxil eləməklə əlaqəlidir. Rename, adını dəyişdirmək, eləyə bildik. 1, 2, 6 cavab çıxdı. Paste, paste'i biz, məsələn, desktopun kontekst menüsündən eləyə bilərik. Məsələn, baxın, sağ kliki bastım, kopyaladım. Baxın, gələn bunun üzərində sağ kliki basanda, fikir verin, burada paste deyə bir şey yoxdur. Amma sağ kliki basın, baxın, bu hissədə desktopun kontekst menüsündə paste var. Deməli, bu da yanlışdır deyirik və cavab kimi nəyə götürürük? 1, 2, 6 B variantını. Keçirik 26-ya. Aşağıdakı tələbələr və onların yazıldığı fənlər haqqında verilənlər bazası verilib. Bizə cədvəl fraqmentlərinə əsasən informatika fənni üzrə 3-cü kurs tələbələrindən neçəsinin 2-ci növbəyə yazıldığını müəyyən etmək lazımdır. 3-cü kurs tələbələrindən neçəsinin 2-ci növbəyə yazıldı. Birinci informatika fənni üzrə istəyir. İnformatika fənni buradadır. Və baxıram ki, tələbələrin ID-ləri var qabağında. Həmin bu informatikaları belə dairəyə alıram. Sırf o tələbələrə fokuslanmaq üçün bir növ. Məsələn, dairəyə aldım. İndi bir-bir bunları yoxlayıram. 116 yoxlayıram. 116 buradadır. Düzdür? Baxıram, bu 2-ci kurs tələbəsidir. Bizdə 3-cü kursu istəyir. Deməli, bunun üzərindən belə bir xətt çəkəm. Bu X, bu alınmadı. 112.
İnformatika 112. Buna baxıram, 3-cü kurs tələbəsidir, 2-ci növbədir. 3-cü kurs tələbəsi 2-ci növbə. Deməli bu doğrudur. Bunun qabağına belə bir yes atdım. 113. 113-ə baxıram. 113 2-ci kurs tələbəsidir. Bizdən 3-cü kursu istəyir. Deməli buna da x qoyuram. Yəni x qoyaq buna da, ən yaxşısı belə olsun. Və yaxud da bunu silək. İndi dala qayıtım bir dənə, siləndə durub o birini də gözünü çıxartdım. İndi gəlirəm 115. 115 buradadır. 115 3-cü kurs və 2-ci növbədir. Tam istədiyimiz kimi 3-cü kurs, 2-ci növbə. Deməli buna da yesi qoyacaq. Gəlirəm 114. 114 baxıram ki, bizdə 3-cü kursdur, amma 1-ci növbədir. Bizdən 2-ci növbə istənilir. Deməli bunun üstündən xətti çəkməliyəm. Bu deyil. Buna da x-i qoyduq. Və 118. 118 baxıram ki, 3-cü kursdur və 2-ci növbədir. Tam istədiyimiz kimidir. Deməli buna da yesi basmalıyıq. Baxıram ki 1, 2, 3 dənə yes var. Deməli cavab kimi Y variantı olacaq. 27. 1-dən 5-ədək olan tam ədədləri 1 və 5 daxil olmaqla çap edən alqoritmin blok sxemini müəyyən etmiş olan. Baxın A variantını yoxlasam. Gəldim, baxın 1, 1 5-dən kiçikdirmi? Hə. 1 üstə gəl 1, 2 olur. Burada 2-ni çapa vermiş olur fikir versəz. Durub baxın, burada fikir versəz. 1 çapa getmir heç bir dəfəlik. Baxın, 1 5-dən kiçikdirmi? Tamamilə doğrudur. Hə dedim. Burada A-nın yeni qiyməti nə olur? 1 plus 1, A-nın yeni qiyməti 2 olur. Baxın, həmin o 2 çapa gedir. Fikir versəz, 1 və 5 daxil olmaqla deyir, düzdür? Amma burada 1-i çapa edə bilmədik. Ona görə A variantı tamamilə səhvdir. B variantına gəlirəm. Baxın, 1 çap edildi. 1-i yazdım bura. 1 üstə gəl 1, 2 oldu. İndi gəlirəm. 2 5-dən kiçikdirmi? Bəli, 2 5-dən kiçikdir. Avtomatik bitdi. Hə dedim, sonlandı. Deməli bir dənə tək çap edilən nə oldu? 1 oldu. Yəni deməli bu da B variantı da tamamilə səhvdir. Gəlirəm C-yə. A 1-dir. 1 üstə gəl 1, 2 oldu. A 2-ni çapa verdi fikir versəz. Yenə 1-i çapa verməmiş oldu. Ona görə C variantı səhvdir. D variantına gəlirəm. A 1-dir. 1 5-dən kiçikdirmi? Hə, 1-i çapa verir. Burada 1-i çapa verdi. 1-i çapa verdik. 1 üstə gəl 1, A oldu 2. İndi A hal-hazırda 2-dir. 2 5-dən kiçikdirmi? Hə, 2 çapa verildi. Burada çapa verilənləri buraya yazacaq. 2 üstə gəl 1, A oldu artıq 3. 3-ü verdim. Gəldi indi dala. 3 5-dən kiçikdirmi? Hə. 3-ü çapa vermiş oldu. 3 də çap edildi. Gəlirəm 3 plus 1, yeni qiyməti oldu artıq 4. İndi qaydırıq dala. 4 5-dən kiçikdirmi? Hə. 4-ü çapa vermiş oldu. İndi gələm 4 plus 1, A oldu 5 artıq. Yeni qiyməti 5-dir. İndi qaydanda dala 5 5-dən kiçikdirmi? Xeyr. Fikir verin, bitdi. Çapa verilən nə qədər oldu? 1, 2, 3, 4. Deməli, bu da doğru deyil. Qalır Y variantı. Tamamilə doğru olan zaten Y variantı deyil. İndi baxın. A 1-dir. İndi 1-i çapa verdi. Çapa verildi, gəldi. 1 üstəgə 1, A-nın yeni qiyməti oldu 2. İndi gəlir 2 5-dən böyükdürmü? Xeyr. Qayıtdıq dala. Gəlirəm 2-ni çapa verdi. 2 plus 1 A-nın yeni qiyməti oldu 3. İndi 3 5-dən böyükdürmü? Xeyr. Qayıtdıq dala. 3-ü çapa verdi. Düşdü aşağıya. 3 plus 1 A-nın yeni qiyməti oldu 4. 4 5-dən böyükdürmü? Xeyr. İndi gəlir. 4-ü çapa verir. Fikir versəz, artıq 4-ü çapa verdik biz. Bir dənə bu hissəsini pozum. Yerimiz açılsın deyə. İndi 4 5-dən böyükdürmü? Xeyr. Qayıtmalıyıq dala. İndi baxın, fikir versəz, bizdə 4-ü çapa verdik. 4 plus 1, 5 oldu artıq. 5 oldu. 5 5-dən böyükdürmü? Xeyr deyirik. Baxın, hə demirik burada. 5 5-dən böyük deyil axı. Necə hə deyə bilərik bunu? Niyə sonlandıraq ki? 5 5-dən böyük olmadığına görə biz məcburuq hara edək? Qaydaq dala, dövrü davam elətdirək. Yəni baxın, 5 5-dən böyükdürmü? Xeyr. Qayıtdıq dala. Fikir verin, 5-i çapa verdi artıq. 1, 2, 3, 4, 5 çap edildi. İndi 5 plus 1, A-nın yeni qiyməti oldu 6. Baxın, 6 5-dən böyükdürmü? Bəli, sonlandı. Cavabımız oldu bu. Bir daha yenə təkrarlayacağım hər ehtimalla. Deməli, baxın. Qoy bunları silim hamısını. Məsələn, gəlirəm, baxın. Burada indi bizdə 1, 2, 3, 4, 5 hissələri çap edilməlidir. Düzdür? Biz indi 1, 2, 3, 4, 5-i çap eləmək istəyiriksə, istərsiniz ona uyğun olan hissələrə fokuslanmalıyıq. İndi gəlirəm. Bunu bir dənə delete eləyək. Qəşəng. Baxın.
A 1'dir ilk olaraq. Gəlir 1 çapa verilir. İndi 1 üstə gəl 1. A-nın yeni qiyməti oldu 2. Üstündən xətt çəkirdik, yadınızdadsa 2 yazırdıq. İndi 2 5-dən böyükdürmü? Xeyr deyirik. Baxın, gəlirik. Burada çap blokunda 2 çapa verildi. Artıq 2-ni də çapa verdi. 2 plus 1 A-nın yeni qiyməti olurdu 3. Fikir versək, ya bunun üstündən silirdik, 3 yazırdıq. İndi 3 gəldi, çapa verildi. Niyə? Baxıram ki, 3 çünki 5-dən böyük deyil, dala qayıtmalıyıq. Gəlirik 3-ü çapa veririk. 3-ü çapa verəndən sonra, düzdür? Düşürəm aşağı. 3 plus 1 A-nın yeni qiyməti neçə oldu? 4 oldu. İndi 4 5-dən böyükdürmü? Xeyr, qayıtmalıyıq dala. Ona görə baxın, burada artıq 4 çapa verilmiş olur. 4-ü də çapa verdik. Düşdü aşağı 4 plus 1 A-nın yeni qiyməti oldu 5. Fikir versəz, gəlirəm 5 5-dən böyükdürmü? Xeyr deyirik, dala qayıtmalıyıq. 5 çapa verilmiş olur. 5-i də çapa verdi və məndən istədiyi aralıqdakı bütün ədədləri çapa verdi. İndi 5 plus 1 6 oldu. Baxın, 6 5-dən böyükdürmü? Tamamilə doğrudur. Hə deyirik, sonlandırırıq. Deməli, 1, 2, 3, 4, 5 Y variantına görə çap edilmiş olacaq. Gəlirəm 28. Aşağıdakı cümlə şriftin hansı stil ilə yazılıb? Baxıram ki, buradan rahatına fərqləndirmək olur ki, bunda underline var. Baxıram ki, underline olan variant bir C variantı var, bir də A variantı var. Qalan hamısını bir qəşşəycə üstündən xətti çəkmiş olur. Sonra italik əyri yazı deməkdir. Burada əyri yazı varmı? Xeyr. Cavab olaraq qalır A. Baxın, bolddur bu, qalındır. İndi mən də bunu hər ehtimalla Word-də tətbiq eləyim. Mən rahat suallardan biridir. Garanti bal alacağımız sualdır bu. Ctrl-B, Ctrl-U yazıram. Baxın, informatika. Fikir versəz, altından xətt və qalın. Amma məsələn, Ctrl-B, Ctrl-U-nu yığışdırsam, fikir versəz, fərq avtomatik hiss edilir. O saniyədə hiss edilir deyə cavab kimi götürürük A variantı. 29. Kompüterin xarici yaddaş qurğularına aiddir. Biz bilirik ki, Xmos daxili yaddaş qurğularımızdan biridir, bunu atırıq. Bir olan variantları atsaz elə. Ümumiyyətlə, qəbulda hər şey bilməsəz belə, məntiqən cavablara ataraq da cavab çıxarmaq mümkündür. Xmos daxili yaddaş qurğusudur. Bilirik ki, enerjidən asılı deyil. Və yadda saxlayın ki, Xmos bildiyimiz vaxtı, tarixi, konfigurasiyanı yadda saxlayır. Parolları da yadda saxlayır. CertX, HDD, xarici yaddaş qurğularından ən əsaslarından biridir. 2-ni saxladı. Fikir versəz, hamısında 2 var. Streamer, magnet lenti, bildiyimiz kaset, 3 də aiddir. Kompakt disk, optik disk, PlayStation diskləri, musiqi diskləri, toy diskləri, hamısı onlar aiddir. 2, 3, 4 olan variant D variantı avtomatik çıxdı artıq. 5. Keş yaddaş daxili yaddaş qurğusudur. Əməli yaddaşa müraciəti gücləndirir. ROM, daimi yaddaş, ROM. Özündə vacib proqramları yadda saxlayır, zavod məlumatlarını yadda saxlayır, BIOS tərkibindədir. Flash kart, xarici yaddaş qurğularından biridir. Ən çox istifadə elədiyimiz idi məktəb vaxtı. Əməli yaddaş RAM müvəqqəti olaraq özündə yadda saxlayır proqramları və yaxud da açılmış faylları, qovluqları və s. Cavab olur D variantı. Arxiv fayllarının ad genişlənməsini müəyyən edin. ARJ yadda saxlayırıq mütləq şəkildə. Ya da sala başqa nə arxiv faylları bilirik? Məsələn, zip-i bilirik, RAR-ı bilirik. Yəni, bunlar da arxiv fayllarındandır. BAT, batch, əmr faylıdır. WAV, səs faylıdır. COM, icra faylı. RTF, WordPad-in, yəni mətn redaktorun faylı. Driverlər, baxın, 2023-ün qəbuluna da düşüb, bura da düşdü. Driverlər deyəndə nə başa düşürük? Driverlər kompüterə qoşulmuş xarici qurğuların işini idarə edir. Kompüterə qoşulmuş qurğular zaten xarici qurğulardır. Cavab kimi C-dir. Yəni, mütləq şəkildə siz C variantını düşünməlisiniz. Şəbəkədə olan kompüterlər arasında məlumat mübadiləsini təmin edən, yəni bu driverin işi deyil. Tətbiqi proqramların yerinə yetirməsinin prosesini idarə edən proqram deyil. İstifadəçiyə bir sıra əlavə xidmətlər təqdim edir. Tamamilə yanlışdır. Veriləndən bir formatdan digərinə keçilməsi tamamilə yanlışdır. Driver, yaddasan, kompüterin qoşulmuş qurğuların işini idarə edən proqramdır. Qurğu olaraq bu işi icra edən isə kontroller idi. Microsoft Excel 2019 proqramı hansı proqramlar qrupuna aiddir? Ən rahat suallardan biri. Elektron cədvəl proqramları və onlar da tətbiqi proqramın daxilində gedir. İnstrumental bilirik ki, hər hansı bir proqramları yaratmaq üçün istifadə edilən proqramlaşdırma dillərini mühiti özündə əhatə edir. Standart proqram deyil. Standart proqramların tərkibində məsələn Paint-i götürərik, məsələn götürərik biz WordPad-i. Yəni bu tipli proqramlardır. Xidməti proqram sayılmır, utilit deyil bu. Sistem proqramı deyil. Doğru olmayan mülahizəni müəyyən edin. Word 2019. Ctrl-A düymələr kombinasiyası bütün sənəd mətnini
seçmiş olur. Word-ə gəlirəm. Baxın, Ctrl A-nı basıram, bütün mətnləri seçmiş oldu. Yaxşı, biraz belə yazaq. Bax, Ctrl A-nı basanda bütün mətni seçmiş olur. Ctrl N düymələr kombinasiyası kursor mövqeyini cari sətrin sonuna dəyişir. Baxın, burada bir neçədən sətr var. Mən End düyməsinə bassam sətrin sonuna aparır. Amma Ctrl End düyməsinə bassam, bu məni götürəcək, aparacaq bir dəfəlik ən axırıncı yazıya. Ən axırıncı yazıdan da sonra, yəni bir növ sənədin sonuna. Yəni bu səhvdir, elə B variantıdır yanlış. Mövcud sənədi açmaq üçün fayl tabının open əmri istifadə olunur. Bəli, fayl tabında open hissəsinə gələndə biz kompüter daxilində olan mövcud sənədləri və yaxud da cloudumuzdakı olan mövcud sənədləri aça bilərik. C variantı doğrudur. Ctrl F4 kombinasiyası sənəd pəncərəsini bağlayır. Ctrl F4 düyməsini basacağım. Ümid edirəm inşallah ki bu nəsə problem eləməz ocama. Ctrl F4 baxın, fikir versəz pəncərəni bağlamağa fokuslanır. Fikir versəz pəncərə bağlandı. Word yazısı qaldı burada. Gəlib burada blank dokument eləyərəm, yeni bir pəncərə açılmış olur. Tamamilə doğrudur. Window lent qrupu view tabında yerləşir. Durub Word-ü bağladım. Tamamilə. Yox, bu başqa şeydir. Rodwave yazdım. Durub Word. İndi Word-ə gəlirəm. Baxın, view tabına gələndə burada bəli Window lent qrupunu görmüş oluruq. Tamamilə doğru olan B variantıdır. Yəni doğru olmayan mülahizə deyirsə B variantını götürməliyik. Qabarət ölçəyi və məhsuldarlığına görə kompüterlərin elektron hesabı maşınlarının siniflərinə aid olmayanlarını müəyyən edin. Qabarət ölçü. Baxın, ölçü deyəndə bir növ yada salacağımız çox böyük kompüterlər və yaxud da superkompüter deyirik buna aiddir. Böyük kompüterlər və yaxud da mainframe'lər deyirik buna. Baxın, 4-5 olan variantları atdım. Avtomatik qaldı. 1-3-6. Sonra təbii ki buna mini kompüterlər, mikro kompüterlər, orta kompüterlərdə demiş oluruq. Amma işçi stansiyalardır, klient kompüterlərdir, terminallardır. Bunlar isə həmin bu xarakteristikaya aid olmayan variantlardır. Bunlar elə bir kompüterin sadəcə təsnifatlarıdır. 1-3-6 doğru cavabımız olur. Gəlirik növbətiyə. 35. Bütün işçi stansiyaların vahid mərkəzə, konsentratora birləşdirildiyi lokal şəbəkə topologiyası necə adlanır? Bütün işçi stansiyalar, yəni bütün kompüterlər konsentratora, yəni xaba birləşir. Mərkəzdə bir dənə əsas qovşaq var, həmin qovşağa kompüterlər birləşir. Fikir verin, görüntü olaraq da nəyə oxşuyur? Ulduza oxşuyur. Cavab kimi ulduzu götürməliyik. Doğru olmayan mülahizələri müəyyən edin. Əməli yaddaşda verilənlər müvəqqəti saxlanılır. Tamamilə doğrudur. RAM müvəqqəti olaraq yadda saxlayır. Və biz də rahatlıqla o RAM-dan tutaq ki, məlumatları onsuz da pəncərəni bağlayan kimi silmiş oluruq. Yəni biz deyəndə RAM özü silir, elə düşünün ki. Məsələn, bu pəncərəni bağlasam, bu dəqiqə RAM-ın tərkibindədir, pəncərəni bağlayan kimi RAM-dan çıxmış olacaq. Qrafiki planşet, digitizer, bəli, daxil etmə qurğusu sayılır. Keş yaddaş böyük tutumlu aşağı sürətdə yaddaş malikdir. Xeyr, tərsinə, aşağı tutumlu sürətli yaddaşdır. Yəni, cavab kimi 3 doğru olmayanlardandır. Skaner xaric etmə qurğusudur. Skaner əksinə kağız məlumatları kompüterə bir növ daxil etmiş olur. Xmos yaddaş enerjidən asılı olan yaddaşdır. Xeyr, enerjidən asılı deyil, sadəcə öz batariyasının müddətindən asılı olur. Cavab olaraq A variantını götürürük. 3 nöqtə dedikdə, riyazi hesablamalar əsasında avtomatik generasiya olunan təsvirlərin yaradılması başa düşülür. Onların əsas xassəsi özünə oxşarlıqdır. Yəni, müəyyən olmuş xüsusi bir hissə bütün təsvir haqqında ümumi təsəvvür yaratmağa imkan verir. Dərslərdə də sizə dediyim kimi, avtomatik generasiya. Baxın, belə bir söz gördünüzsə və yaxud da özünə oxşarlıq sözü gördünüzsə, gözünüzü yumun, bir dəfəlik fraktal cavabını seçin. Yəni, fraktaldır, avtomatik generasiya, özünə oxşarlıq. Hər hansı bir fiqurdu dəfələrlə onun təkrarlanmasına abstrakt bir təsvir ortaya çıxır. Təbii ki, bu fraktalın bir növ xasiyyətidir. Cavab kimi ona görə biz götürürük B variantını. Vektor yazanlarımız var. Vektorda riyazi düsturlara əsaslanır, amma xətlərlə bir növ yaradılan təsvirlərdir. Yəni, orada özünə oxşarlıq deyə bir xassiyədən danışmırıq biz. Yəni, bütün təsvir haqqında ümumi təsəvvür yaratmağı biz vektorda bu özünə oxşarlıqdan tapa bilmirik, bir növ deyək. Cavab kimi fraktalı düşünəcəyik. Doğru mülahizələri müəyyən edin. Yenə Word-a aid bir sual. Seçilmiş obyektin səhifədə mövqeyini dizayn tabından müəyyən etmək mümkündür. Tamamilə yanlış bir düşüncədir. Gəlirəm yenə Word-ı açıram. Hər hansı bir obyekt bura əlavə eləyək. Məsələn, fiqur olsun. Bunun
Ümumiyyətlə harda yerləşməyi bir shape formatda arrange the position-dan eləyə bilərik vərəq boyunca. Və yaxud da layout-da arrange-dəki position-dan edirik. Yəni dizaynla deyil. Bir olan variantları atın. Baxın, özünüz də qəbulda da belə edin. Ya 245 deyə 345. 2 sənədin avtomatik müqayisəsi view tabındandır. Xeyr, review-ya gəlirik. Burada compare əmri var. Bu compare review-dadır. Deməli, 2 də yanlışdır. Fikir versiniz, avtomatik cavab çıxdı bir dəfəlik. Yəni heç bu ikisini biləndən sonra cavab çıxır. Quick Access Toolbar alətlər panelinə fayl tabına alət əlavə etmək olar. Tamamilə doğrudur. Gəlirik faylda Options-a. Burada Quick Access Toolbarda bu hissədən əlavə eləyə bilərsiniz. Tamamilə doğrudur. Fayl tabından sənədi düzəlişlərdən mühafizə etmək mümkündür. Bəli, fayla gəlirəm. Faylda burada info hissəsinə keçid eləyəndə burada Protect Document ilə edə bilərik. Sənətdəki qrafik, cədvəl, düstur və şərhlərin axtarışı view tabındakı Navigation Pane parametrini seçməklə mümkündür. Yəni, biz rahatlıqla Navigation Pane vasitəsilə gəlirik həmin bu hissəyə. Hardadır bizim bu view, Navigation Pane açanda. Baxın, burada bir növ bu hissədən hər bir şeyi axtara bilirik. Baxın, Page hissəsinə gələndə ümumi görə bilirsiniz. Result-da da. Yəni, bu hissədə axtara da bilərsiniz, nə isə yazarsınız. Hətta Advanced Find hissəsi var. Buradan da daha geniş şəkildə axtarışlar edə bilərsiniz. Deməli, 5-də tamamilə doğrudur. Reference tabından sənəddə edilmiş düzəlişləri qəbul etmək və onlarda imtina etmək mümkündür. Bu da yanlışdır. Bu isə review-da baxın, tracking hissəsindədir. Change-ləri burada track eləyirsən, izləyirsən. Qəbul eləmək istəsən, accept-i bassan, rədd eləmək istəsən, reject-i basırsan. Cavab olur 3, 4, 5. Cari slaydın obyektlərinə verilmiş animasiya effektinin ardıcıllığını dəyişmək üçün hansı lent tabından və alətlər lent qrupuna istifadə edilir? Animations timingi yadda saxlamalıyıq. Gəlirəm PowerPoint-ə. PowerPoint-də burada məsələn bu fiqur olsun. Bir dənə də başqa bir fiqur olsun. 2 dənə fiqurdur. Bunlara animasiya verək. Birinci buna verək. Məsələn, birinci buna verək. İkinci də buna verək. Baxın, Animation tabında burada Timing hissəsində, baxın, burada Move Earlier, Move Later söhbəti var. Baxın, bu dəqiqə bu ikincidir, bu birincidir. Move Earlier eləsən, bu birinci olacaq, bu ikinci olacaq. Fikir versəz, Timing lent qrupundan bunu icra edirik. Cavab olur Y. Gəlirik 40-a. Say sistemlərlə əlaqəli bir sualdır. İlk mövzumuzdur bu. Biz də bunu rahatlıqla bilməliyik mütləq şəkildə. İndi, deməli, burada 40-cı sualda bu ifadələrin gəlin hər birinin cavabını müəlləşdirək. İndi, baxın, 1x9 16-lıq say sistemindədir. Gəlirəm, yazıram 16-lıq say sistemində. 1x9 bərabərdir 2,8x 10-luq say sistemində. İndi, biz bunu eləmək üçün nə edirik? Üzərinə 0, 1, 2 yazırıq 16-lıqdan 10-luğa çevirmək üçün. Yazanda 1 vururuq 16-nın kvadratına. 1 vur 16-nın kvadratı plus. X vurulsun 16 üstü 1, üstə gəlsin 9 vur 16 üstü 0. Yəni 9 vur 16 üstü 0. Bu zaten 1 deməkdir, 9 vur 1 deməkdir. Yəni bu olur 256 plus 16x plus 9. Düzdür? Və bu bərabərdir nəyə? 280x-ə. İndi baxın, x-in yerinə elə də qoymalıyam ki, birinci bu 280-i də aşa bilsin. Yəni baxın, 256 üstəgə 9, 265 plus 16x bərabər olacaq 280 neçə. Düzdür? İndi baxın, x-in yerinə siz 2 qoysanız 32 eləyir. Bu eləyəcək 297. Amma x-in yerinə 1 qoyun. 1 qoyan kimi 265, o da 16 vur 1, 16, 281 eləyir. Baxın, x burada da 1 oldu. 281 burada da 1 oldu. Yəni burada 1 düşdü. Bu hissəyə də 1 düşdü. Deməli, birincidə x-in qiyməti nədir? 1-dir. Yəni, belə rahatlıqla tapacaqsınız. Çətin bir şey yoxdur burada. Rahat suallardan biridir. Sonra gəlirəm ikinciyə. İndi, yenə ikili say sistemində bir ifadədir. Qiyməti 192-yə bərabərdir. Üzərində yazırıq 0, 1, 2, 3, 4, 5. Bu maşallah girdi bir-birinə. Biraz ən yaxşısı böyük şəkildə yazın. Mən belə görünməyəcək. Çünki indi bir ancı böyüdük. Geçək. İndi yazıram burası 0, 1, 2, 3, 4, 5, 6, 7. İndi 2 üstü 7 üstə gəlinsin. Bunun da üstündə 2 üstü 6,
üstə gəlinsin. X-in orada sıfırları nəzərə almaya bilərik. X vurulsun 2 üstü 3 plus bir də nə var? Başqa heç nə. Bərabərdir bu nəyə? 192-yə. İndi baxın 2 üstü 7 128-dir. 2 üstü 6 olur 64-ə bərabər. İndi üstə gəlsin 8x. Bərabər olmalıdır 192-yə. Baxın bu elə 192-dir. 192 üstə gəl 8x 192-yə bərabərdir. Onda x neçə olmalıdır? 0 olmalıdır. X 0-dırsa 2-yə d düşəcək. 1c 2-dir. 1c 2-dir. Variant olaraq ya b qalır ya da c. İndi gəlirəm sonuncuya. Onluq say sistemində bir qiymətdir. İndi bunu 16-lıq say sistemindən onluğa da çevirək, rahatlıqla tapaq. İndi bu bərabərdir bizə 2 bu şəkildə. İndi qalan variantları yoxlasaz daha yaxşı olar. Məsələn, A variantını yoxlayın, 4-ü qoyun yerinə və ya da B variantını yoxlayın, 3-ü qoyun yerinə. İndi gəlirəm, baxın, bu nə deməkdir? 0-1 yazsaz, x vurulsun 10, 10x üstəcə 5 deməkdir. Bu bərabərdir, 2 vurulsun 0-1 yazsaq, 2 vurulsun 16 üstü 1 plus x vurulsun 16 üstü 0 deməkdir. Yəni bu olur 10x plus 5 bərabərdir 32 plus x. İndi x-i o tərəfə keçsəm olacaq 9x bərabərdir. 5 bura keçəndə mənfiləşir. 32 çıx 5 27. X buradan neçə eləyir? 3 eləyir. Deməli x-imiz də 3 olacaq. Deməli 3-ə də B variantı düşür. Qalır cavab kimi C variantı. Tapanda isə amma biz bu hissənlə hərəkət eləmiş olacaq. Gəlirəm 41-ə. Rahat suallardan biridir. If-də birinci yazılan şərtdir. Əgər sənin şərtin ödənsə, produktu birinci yazılan bu hissədəki hesablayacaqsan. Bura plusdur. Bura şərt. Bura plus, burada minus. Əgər şərt ödənsə plus hesablanılır. Yox, ödənməsə minus hesablanılır. Yadda saxlayın. İndi C3 neçədir? 4-dür. Baxın, burada diapazon deyil. Vergüllə ayrılıb. A2 1-dir, B3 2-dir. Sam A2, B3, yəni 1 üstə gəl 2 neçə deməkdir? 3 deməkdir. İndi 4 3-dən böyük bərabərdirmi? Bəli, plusdur. Deməli biz produktu hesablamalıyıq mütləq şəkildə. İndi produkt A1 vergül B2 yazılıb. A1 5-dir, B2 6-dır. Diapazon deyil. 5 vurulsun 6 verir sizə neçəni? 30 qiymətini. Bəzilərimiz təəssüf ki, burada diqqətsizlik eləmişik. Durub birimiz 5-i 7-yə vurmuşuq, birimiz 1-i 6-ya vurmuşuq, birimiz elə diapazon şəklində 5 vur 7 vur 6 yazmışıq. Orada diqqətli olmalıyıq mütləq. 42. Hansı adlardan failin adı kimi istifadə etmək olar? Biz bilirik ki, failimiz 2 hissədən ibarətdir. Nöqtənin solu və sağ tərəfi. Nöqtənin sol hissəsi failin adıdır. Sağ tərəfi isə bir növ failin uzantısıdır. Biz bilirik ki, failin sol tərəfində, yəni nöqtədən sol tərəfdə biz PRN, John, AUX, COM 0-dan 9-a, LPT 0-dan 9-a, həmçinin null istifadə eləyə bilmərik. Amma nöqtədən sağda bunlar istifadə oluna bilər. Ona görə nöqtədən solda olanları atacağım. Baxın, nöqtədən solda PRN var attım. COM var attım. Null var attım. Null var attım. 2, 5, 6 və 8 tamamilə doğru olacaq. Nöqtədən sağda siz PRN, null görə bilərsiniz. Problem yoxdur. 2, 5, 6, 8 doğru cavabımızdır. Gəlirəm 43-cü suala. Təəssüf ki, bir çoxumuzun elədiyi səhvlərdən biri budur. Halbuki, olduqca sadə bir sualdır. Təəssüf ki, bunu səhv yazmışıq. İndi, baxın, bu sualda sizdən nə istəyir? Mak ünvan, doğru mak ünvan var. Mak ünvanımız bilirik ki, 6 dənə hissədən ibarətdir. Və hər 6 hissənin altısında da 2 dənə simvol olmalıdır. Və bu 2 dənə simvolun hər biri də bilirik ki, hansı say sistemindədir? 16-lıq say sistemindədir. Baxın, 6-cı sualda 6-cısından 5 dənə var. 6 dənə deyil. 6 dənə olmalıdır ümumilikdə. 6-nı attım. 5-də fikir versiniz, burada 3 dənə simvol yan bayan verilir. Bizdə hər hissədə 2 dənə simvol olmalıdır. 5-ə attım. 4-də tamamilə doğrudur. 16-lıq say sistemində istifadə olunan rəqəmlərdir. 2-2 qruplaşıblar. Yəni, burada da F-dən o yana bir hissə görmürük. 3 də səhvdir. 5 dənə cütlük var burada. 2 də səhvdir. H görə bilmərik. Çünki 16-lıq say sistemindən böyük rəqəmi F-dir. 1 də tamamilə doğrudur. Baxın, 2-2-dir və 16-lıq say sistemin rəqəmlərindən ifadə olunub. 6 dənə də hissədən ibarətdir. Cavab olur 1 və 4 cavabı.
44. Ən bəyəndiyim suallardan biri idi bu. Deyir ki, palitrasında 24 rəng olan 800x400 piksel ölçülü raster qrafik təsvir rabitə kanalı ilə ötürmə müddətinin ilk yarısında 16000 bit böl saniyə, qalan hissəsində isə 24000 bit böl saniyə ilə ötürülüb. Bu qrafik təsvirin ötürülməsinə neçə saniyə vaxt sərf olunub? İndi baxın, bizdə hər hansı bir təsvirdir, təsvir ötürülüb. Deməli, ötürülən təsvir elə mənim standart təsvirimdir deyə nə etməliyəm burada? Yəni, birinci məsələni analiz eləməliyəm. Birinci götürəcəm şəklin, təsvirimin həcmini tapacam. Niyə? Çünki həmin təsvir məndə ötürülür bu rabitə kanalları vasitəsilə. Mən birinci onun həcmini bilməliyəm ki, buna görə bilim ki, neçə hissəsi, hansı hissəsi 16000 bit böl saniyə ilə ötürülüb, hansı hissəsi 24000 bit böl saniyə ilə. Yəni, bunu bilmək lazımdır. Ona görə ilk olaraq burada edəcəyiniz birinci iş şəklin həcmini tapmaqdır. Şəklin həcmi. Gəlirəm, şəklin həcmini tapıram. İndi şəklin həcmini tapmaq üçün bilirik ki, ölçüləri vurmalıyıq, yəni piksel sayını vurmalıyıq rəngin dərinliyini. Rəngin dərinliyi rəng sayından çıxır. 24 rəng deyir. Palitrada 24 rəng var. 24 bilirəm ki, 2-nin qüvvəti kimi göstərilmir. Niyə? Çünki bizdə rəng palitrasındakı rənglərin sayı bərabər olur 2 üstü rəng dərinliyinə. Bizə bu qüvvətdəki ədəd lazımdır. Amma bu 2-nin qüvvəti kimi göstərilmir. Ona görə bunu 2-nin qüvvətləri arasına salıram. 24, 16 və 32-nin arasına yerləşir. Sadəcə məntiqən də görürəm ki, 24 dənə rəng necə 16-ya sıxsın ki? Ona görə məcburam açar kimi nəyə götürüm? 32-ni. 32-də 2 üstü neçədir? 5-dir. Deməli, rəngin dərinliyi 5 bitdir. Bura qoydum 5 bit və ölçü vaidin yazmağı unuduruq bəzən. 5 biti yazmalıyıq. A 800-dür, B 400-dür. 800 vurulsun 400. Deməli, mənim şəklimin həcmi budur. Elə açıq şəkildə saxlayacağam bunu. İndi gəlirəm digər hissəyə. Artıq. İndi bir dənə bu hissəni pozum. Belə-belə. Bu pozanın da qəşəng versiyası olsaydı möhtəşəm olardı. Amma elə ancaq belə-belə pozuram. Hər nəysə. İndi gəldik. Baxın. Bu oldu bizdə hal-hazırda təsvirin həcmi. Dostlar, indi biz isə gəlirik, bilirik ki, bu təsvirimiz ötürülübdür, onsuz da rabitə kanalları vasitəsilə. Və burada açar söz vaxtla əlaqəli, yarı-yarı ötürülmədir. Niyə? Orada bizə deyir ki, müddətin ilk yarısında, yəni müddətimiz tutaq ki, tez olsun. Bilmirəm nə vaxtdır, T'dir. İlk yarısı nə deməkdir? T bölü 2. İkinci yarısı nə deməkdir? T bölü 2. İlk yarısında 16000 bit böl saniyə ilə ötürülüb. Yəni, T bölü 2 saniyəni vuracam 16000 bit böl saniyə. Niyə? Mən bilirəm ki, mənim bir növ həcmim bərabər olacaq sürət vurulsun zamana. İndi sürətim 16000 bitdir. 16000 bit böl saniyə. Vurulsun, zamanım da T böl 2-dir. Bunu bir-birinə vuranda elə həcmi verəcək. Bu eləyəcək 8000 bit vurulsun T. Bu oldu birinci üçün. İkinci üçün H2 bərabər olacaq 24000 bit böl saniyədir. 24000 vurulsun digəri T bölü 2. Yəni digər yarısı. Zamanın digər yarısı. Çünki bizə özü deyir. İlk yarısı, ikinci yarısı söhbəti. Bax, ilk yarısında bir də qalan hissəsində. İlk yarısı T bölü 2, qalan hissəsi də T bölü 2-dir. Vuranda bunlar da bir-birinə eləyəcək. 12000 bit vurulsun T. Fikir versəz, 2 dənə belə bir ifadə tapdıq. Baxın, bunların cəmi ilə bizə həcmimi verəcək. Niyə? Çünki zaten ötürülən elə bizim şəklin özüdür. Şəkil ötürülübsə, burada həcmi, şəklin həcmi niyə dəyişsin ki? Burada demir ki, müəyyən ötürmə vaxtı nəysə faizi artır və yaxud da azalır. Elə ümumi olaraq, standart olaraq ölçülər eyni qalıb. Ona görə baxın, mən də şəklin ümumi həcmini bərabərləşdirəcəm bu ikisinin cəminə. Cəmləyəndə bunları bir-birinə nə qədər eləyir? 20000 bit vurulsun T. Yazıram, 20000 bit vurulsun T bərabərdir. İndi 800 vur 400 vur 5 bit. İndi bunu yazdım. Baxın, burada bu 2 dənə 0, bu 2 dənə 0 apardı. Bu 2 dənə 0, bu 2 0 apardı. Bitlə də bit getdi. Qaldı 2T bərabərdir. 8 vur 4 vur 5. Yəni 8 vur 4 vur 5-də 160-dır. T-də neçə eləyəcək? 80 saniyə eləyəcək. Baxın, bu şəkildə tapırsınız rahatlıqla. Çətin sual deyil.
ən əsas məsələ sizdə burada analiz eləmə qabiliyyətidir. Analiz elədikdən sonra həqiqətən cavab avtomatik olaraq çıxmış olur. Cavabı tapırıq 80 saniyə, keçirik sonuncu sualımıza nəhayət. Uyğunluğu müəyyən edin. Bəyənmədiyim suallardan biri budur. QQ barəsində sən danışmamısan, amma burada verirsən tələbələrə ki, yazsınlar. Sosial şəbəkələr Snapchat və QQ-dür. A və C. 1-ə gedir A və C. Browser. Browser bilirəm ki, proqramlardır. Proqram olaraq burada Firefox-u görürəm, Safari-ni görürəm. Axtarış sistemi olaraq da Bing var, Microsoft Edge-indir. Onu götürmüş oluram. 1AC, 2BD, 3Y. Deməli, ümid edirəm ki, dostlar, bu video sizin üçün faydalı oldu. Növbəti videolarda görüşmək ümidi ilə Allah'a əmanət. Uğurlar hər birinizə.